Azərbaycanda qadının tükürpərdən cinayəti 75 yaşlı həmcinsini öldürüb su quyusuna atdı. Şərur rayonunda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub. Reportun yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən aprelin 22-sində saat 19:20 radələrində Şərur rayon Oğlanqala kənd sakininin öldürülərək su quyusuna atılması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla Şərur rayon Oğlanqala kənd sakini 1986-cı il təvəllüdlü Aypara Əsgərovanın yaşadığı evdə tamah məqsədi ilə həmkəndlisi 1950-ci il təvəllüdlü Zeynəb İsmailovanı qəsdən öldürdükdən sonra evin həyətində yerləşən su quyusuna atmasına əsaslı şübhələr müəyyən edilib. Prokurorluq və polis əməkdaşları dərhal hadisə yerinə gələrək təxirə salınmaz istintaq və əməliyyat axtarış tədbirləri həyata keçiriblər. Tədbirlər nəticəsində Aypara Əsgərova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci tamah məqsədi ilə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.